Bu Ozan Akbaba'nın da o arvadı var. Bütün camı boğazıma yığıb Allah haqqı. Yəqin mənlə şərik olanlar olacaq da indi olmayanlar da olacaq. Da bu yaxşı oğlandı. Aktyordu. 40 ilin başında da bir dəfə zirvə yaşayır. Sənəti tutub da rolunu da oynayıb, kişi kimi oynayıb. Xat olubdu. Gedib sinəmi öpüb. Rolun final sezonuna çıxırsan, orada öpüşmək səhnəsi var, öpüb. İndi haran açırsan peşmandıq, TikTok'a girənmirik, Instagram'a girənmirik, YouTube'a girənmirik. Haran açırsan Ozan Akbaba'nın arvadından öpüşdülər. Evinizdə yatağınız yoxdur. Öpüşməyə bir gülşəniz yoxdur. Gərək illa xalqa göstərməlisən, başqa kişilər də görməlidir ki, sən də öpüşə bilirsən bu cür. Kimə pas ötürürsən az. Hə? Yemədik. Beyquş. Bir güzgüyə bax da boş olanda gör nəyə oxşuyursan. O cür yaraşıqlı, xarizmatik oğlanı qapıbsan, yandığından eləyirsən dərdinidir. Aktyordur. Gedir orada sinəm öpür, aldığı maaşı da gətirir, sana verir, zıqqımlanırsan. Bəsdir də. Qıraqdan sən nətər görsənsən, için elə bir ki yandımsan. Yandıqsan az. Bəsdir də day. İmkan ver bu dünyada şöhrət yaşayır ərin. Sevin ondan fəxr elə. Dünən 2 milyon dənə rol oynayıb, hardaydınız? Nə oldu indi qıcıqlandın, nə var şöhrət yaşayır. Özün onun böğrünə soxuşturmazsın. Arvadsın o evində, işin var işində, balalarınla ol, ərin də nigaran qalmasın. Evdə görüləsi işlər çöldə gör, çöldə görüləsilər də evdə görməyin. Evlənirəm, başa düşsən. Gül kim oğlanlar gedir gör, kimlərə qismət olur.